Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Can papanın gül balası, gez dolan geyim dükkanı, kafe, restoran, Can papanın gül balası. Mənim üçün heç belə atalıq eləyən olmayıb, Zeyd. Başlığım. Gör sənin üçün nələr eləyəm mən. Bax, düşmüşüm mən ara, sənin üçün nə idi? Turelek, Potrek, Potelik ne öyle o? Bodrek. Bodrik. O Body. Ne adı lan? Body. Body. Body almaya gidiyor, body. Zeyd Aslan. Gedirik bir tane Zeyd'e bir tane Aslan'a body almaya. Öyle bir əkiz doğmuş ama. Neyse, bu videoya baxanda şiddən Şəşkədə indi görə body tapa biliriz. Layıqlı evlad ol ha. Tərbiyəli evlad ol. Yani Yaxşı olacaq inşallah. düş gerek. Bunu body tapabilen body. Lənkəran bazarına body aktarmaya. Sen oğlum bahalı yerlerden alanda keyfiyyətsiz olur mənim balam. Gerek bazardan olasan ki. Bazardan olasan, jiboy olasan, özün üçün belə şeyler alıp xeyrin görəsən. Bildin? Söndür onu. Getdilər mənim oğluma bodylər aldılar. Elə ki belə bir body almışsınız. Bax, ata zövqü. Elə Ofelia'dakı mənim zövqüm. Bir də mənim zövqümə bax, bir də Ofelia aldıqlarına bax. Bravo. Çox qəşəngdir məncə. Bravo. Görürsən, ata sən bəzəyir. Ata zövqünü. Görürsən, ata sən üçün nələr alır. Atan qadın bilir. Oyunun əlimin tərsiyini çıxırlar. Ne kadar hesaplaştırma bana birinci Senin sönüm mənə vuracaqsan deyəsən. Bu şikayet saslar ha. Tokat yiyeceksin şimdi. Cecil ağzıma ne etsen bana? Benim ağzıma. Nerede lan? Saçım gedirəm mən sana. Aydan maşın sesine verebiləm Zeyd Aslan bırakır. Eynən belə. Yemək yandan sonra gələn səs. Oğlum, gələni ataya ancaq eşitdirdiyin səs bu olur. Ya əzbərləmişəm. Da nə istəyən oxu. İndi arkadaşlar bir tane özel sürprizim var ama bu kızlarımadır. Kızlarıma gözəl bir tane sürpriz eləmişəm. Gedirik aparmaya, özüm də sevindim. Ne oldu? Çünkü özümü de istifade edebileceğim bir şeydi. Özüm bitirmiş ama mat kızlar. Kalın sütü şey radara. Çok sevindim. Çok. Duygusal anlayın. Biraz oligarkçım özümüz aparay. Demek getdik, hette girdik. Arkadaşlar senin başıma daşım düşsün yalan sen. Daşım düşməsin başıma yazıqsan. Telefonun nə mənim pinçi nəsə söhbətin şey. Rabia, Məryəm, Əsnad. 7 bala Məryəm. Onun adı nə idi Əsnadın? Yerbəzəyi? Yo, 100 qramlıq gülüşüyle ürəyimizi partladan Rabia. Şaqqanağı ilə evin ab-havasını saxlayan Ofelia və səsləri ilə evimizə nəşə gətirən Zeyd və Aslan. Zeyd Aslan. Sizin hamınıza bir dənə sürpriz eləmişəm, amma özümə eləmişəm. Neyse, söhbəti bağlayaq. Gedirik arkadaşlar, bağlayın kameranı. Gedirik qəşəng sürprizimizi eləməyə. Özüm de sevindim. Ne yalan diyeyim. Karnımda sevindim. Canlı evden açır evi. Çok kredit yığılmış ya arkadaşlar. Kreditlerin kraliçası olmuşumdur. Kraliçe yoksa kralı? Kralın evi. Yavaş. Ne? Maşını taşıttım. Sündür. Arkadaşlar. Yemenlerse biraz başını aşağı sal Nadir. Yallah. Öğrendik yavaş yavaş. Nadir dinlen görün bizi yığılmışsan buraya. Bunlara demişəm, sizə çox gözəl bir sürprizim var.
alacağım axı siz üçün? Sürpriz haqqında bəs təxmini olan var? Don almalısan da inşallah mən alacağım donu. Mesela gördüğüm kırmızı krokta giderken alsana. Yavaş qalsın, sən niyə qalsan? O filmi onu qaçı edilmiş, elə bilib ki, oradadır, birinci o görsün. Gel oraya. Elə mi, qalxır? Götüreceğim. Gəlməyin bura. Gözü tutun. Açarsan. Açmışsın. Bu abiyem adında lan. Asın adında şeytan. Çok teşekkür. Bu marşı. Adı nesin kime verin? Aşkım. Şimdi gözü tekrar yumun. Haydi. Yumun. Yaxşı qurtardın. Rabia kriz tutup. Gözü yumun. Gözün atan Rabia sen birinci açmıştın. Aslında tuvalını açmadın. Əslində ağlama. Gel gözünü yum. Bir dənə mən lom kimi Ha yumuşaq tez bak olur. birinci atan şeylenmeyeceğim bak. Atın. PlayStation. PlayStation. PlayStation 5 aldım size. Yok anlatırım sizin durun. Hadi sana. Ne gidiyorsun? Videoya bakırdım. Ha. Orada demiştin ki canan sana canan PlayStation oynayalım. Ha. Aşkım. Nətər oldu bu? Aldım. Koş da ata koş. Biraz mənim qazıma getmiş kimi oldu ama. Dolu. Necə oldu? Aldım Kim mı? dedi? De Qur'an olsun. Berk geldi, içimden geldi. Kreditə girdim. Paltolar, bodiler nece sevindi, size buna sevinden olmadı. Neçə aldınız? Balınızı düşerttiniz ve 1500 sen. Kreditə girdim. Ha. De Qur'an olsun. Aşkım ölməydi xırlamayladı beni. Aşkım telefon, televizyon. Valla verdiş eləmişəm. Allah'ın olsun, avdətçisi olmuşam. Neyse. Ola bilmirəm ha. Arkadaşlar telefon krediti kurtarmayıp hele iPhone 17'nin. Televizorun kreditine girdi. Onun banka borcu var, benim banka Mebellər. borcum var. Mebele borcumuz var ve PlayStation 5. Arkadaşlar, 3 günlük dünyadır. Niye mən seçim, benim o vaxtda bir dənə bibim oğlunun bir dənə dendisi var idi. Gözə danışım, dendisi var idi. O vaxtda dendisi var idi. Qurban Allah'a bir Məmmədəmi verərdi, 2 dəqiqə oynayardı. Bir Məmmədəmi verərdi, 2 dəqiqə. Heç kompüterim olmamışdı. Elə ağlayardım. Heç kim də mən üçün almırdı. İndi öz uşaqlarım üçün almışam. 3 günlük dünya. Şalları bəhanə eləmə. Aşkım ben öldüm gittim. Ben de oynuyorum da. Ben de görürüm de bunu. Beni niye deysən axı? Aşkım Allah bu internet eləməsin. klubu edebilmirdim. Özdə ki. PlayStation edebilmirdim. Pul tapabilmirdim. Bir dakika, gel. Onun bunun uşaqlarının əlinə Ay baxırdım. yaxşı qələt elədim, götürəcəm. Şəhərə sən olsun. Aşkım neyiniz? Bir dənə söz deyə bilərəm. Yaxşı yadıma düşdü. Bəyquş. Gecə durub videoya çəkmisən bizi otaqda. Mən keyəm, mən gedir setim narkozdan sonra. Yadımda qalmayıb. İndi montajlayanda gördüm. Videoda dəqiqə başı bəyquşluq edib deyirsən ki, Zeyd böyüyüb bu videolara baxarsan at olmayacaq. Mən oturub ona görə ağlamışam evdə. Niyə? Niyə elə deyirsən Ha ki? ki, niyə elə Xatirə qoyuram, deyirsən? Siz üçün qoyuram da xatirələrimi də. Pis edirəm də ya. Tək siz üçün yox. Bütün Azərbaycan xalqı həmişə elə fikir eləyirdim ki, arkadaşlar, öz qohumlarımın heç kimimiz yoxdur, yəni qohumumuz yoxdur, ölümümüzü aparanda. Açtı.
ölümümüzü Gözlər aparanda abi, şahtar Allaha gözlər. qurban olum, ölümümüzü aparanda cəmi bir nəfər ya 2 nəfər olurdu. Maşınla aparıb qoyurdu, kimsəsiz kimi gəlirdi, çıxıb gəlirdi. Elə fikirləşirdim ki, bunları yenə mən apardım, məni kim aparacaq? Amma bu ilə o qədər gözəl uşaqlar məni izləyir ki, və mən tək getməyəcəm. Aşkım belə niyə Saçmalayırsan. danışsan? Allah ilah eləsin. Xəstə deyə Amma mən gülə-gülə. Niyə yaxı? Düz eləmirsən amma elə deməklə. Niyə? Onsuz həyat əbədi deyil ki, mənim balam. Nasıl? Onu- Mən atası böyümüşəm, gərək mənim uşağım da atası böyüsün. Kim dedi ki, gedirəm? Sən deyirsən də Hələ PlayStation oynayacağım. PlayStation oynayacağım. Mən sevinirəm ki, mən atası böyümüşəm. Zeyd üçün elə olmadı. Sən dəqiqə başı bərquş kimi ağzı var. Aşkım, PlayStation oynayacağım bana. Canım aşkım. Niyə? Aşkım, necə eləyə bilərdim ki, gözə görünməz. Get. Bağışladım. PlayStation var oxumda. Gəl. Mən bunu mən neydi, nadir. Burada iş sənliydi. Yaxşı, mən quracam olar. Məlumat çatdırım, bu yaxınlarda olub sensiliyə edə. Kimə? Quranın dostu. Özümün sensiliyə etdi. Necə razı saldınız ona? Nə bilim, hələ razı Mənim salmaya çalışırıq. Rabia sən niyə elə baxsan? Ya arkadaşlar, xeyir işlərimizin inşallah olacaq. Muradın da ayın açıq koydu. Sındır, seç. Hatta içi de alsın. PlayStation bir dənə olur aşkım. Bunun pultu bir tane de. 2 dənədir. O yaşlı mən seçmişəm. Necədir rəngi? İçindədir, yəqin ki. Biri Pembe buradadır, seçseydin de. Yox, yaşıl. Ağla yaşıl daha yaşlıdır. Bəzi zərridir özdə. biri buradadır, biri de orada. Çox qəşəng rəng seçmişəm məncə. Pembe, pembe, Oynamışam pembe neyse. pultu hiçbir şey Oynamışam kişi da xeylağı götürməyəcəkdi. Hamı özünə biləcəkdi, ay biləcəkdi. Harada oynamışam ben bunlar. Bu belə. Ona görə də elə bunu seçdim. Yok, mən bir dənə su içim, gəliyorum. Siz baxın, gəl. Çatdın içindən. He, oynamışam ben bunu. Tut dedim, elim kartını attı. Yavaş yavaş. İlk dəfə də qutunun cırmadan bir şey çıxardıldı. Aslında bunu alayım. İlk dəfə də deyirəm bir şey cırmadan çıxartdı zürat içindən. Ya bu pembe olaydım da. Yox, yaşıl daha yaşlı. Bax gör nə qəşəngdir rəngi. Pisdir. Beləsine koydum, bu belə ayaqsın. Yok, böylesine. Yok, hele yok, böyle. İndi Farklı böyle. Aha, bir də gözlə. Bir dənə problemimiz var. Şunu çəkmək lazım. Televizorda oynayacağız. Yok. Başka yok. Bu PlayStation'ımız. Ayşe. Bu şunurlarımız arkadaşlar. HDMI kablosu falan hamısı içindədir. Ne? HDMI kablosu. Sen baş. HDMI. Hə, oradadır. Başlama. Hı. Gel, söyle hadi. Şu buradan oyandı sen neydi? Yaxşı. Ben buradan anlayışım yoktu. Ben şu qoca içiyim. Bak bunları gələ yerləşdir. Qur. Bana Evet. təsir ver. Yaxşı. Davay. Bundan sonra səndə. Uzatma var. Bunun üçün. Bu buradan çatmayacaq. Uzatma lazım olacaq buna. Nədir o? Kablosu çatacaq burada. Böyle yolu yoxdur. O özü getdi. Bunu aşağı salar. Bunu yuxarı. Çatır. Ha, belə də çatır. Dur bu tərəfdədir. Transfer bu tərəfdə də arxasında. Uşaqlar, deməli sabahınız xeyir olsun. Oturmuşuq səhər yeməyinə. Necəs? Bir dəqiqə. Bismillah. Vurdun güllələdin yazığı. Salam. Bir dəqiqə gözlə. Dəqiqədir. Neçənci gün, Geçen kararlamışım bunu. neçənci gündür durur oturur səhər yeməyinə. Nadirə bir dənə göz süzdürür. Bir dənə belə iti baxışlar. Ona baxışlarına bax. Qaralayıb. Nə üçün aşkım? Sən o cür nazığı Bizim evə çəkir. kim gəldi, evlənir gedik. Murat da gəldi, evləndi getdi. İndi nadirdir bir insan evlənir. İndi əmisini aparacaqlar. Bu uşaq yanında ümumiyyətlə adam gətirməsin. Yenə əmisini aparacaq. Hə, evlənəcək deyə pis olsan. Nədir bəs dərdin? Nəş göz? Özü
xəritə var. Mən Ben deməmişəm. şabaka elədim. Hələ Nadir də Yaxşı, sən də almada qalsan, paparazzilik eləmə. Mən ümumiyyətcə xoşlayıram Sən nə ki, yazmadın? kimsə ailə qursun. Mən də Balısaya girmişdi, uşağı dünyaya atırmaya. hə, deməli səhər nəyi müzakirə eləyirik? Əsi ilə Nadir şahidlik elədi. Dedim qoy kameranı açım, bir dəfə də kameranın qabağında. ofişi apardılar içəri, görüm əsi ağlayaq. Gəldim gör əsini saçlaydım, cəmaət çoxdur da hamı özü. Həmin gün 21 dənə əməliyyat var Həmin gün idi. 21 dənə əməliyyat vardı. Hamı uşaqlarının maşın seriya nömrəsini Məkkədən istəyirdi eləsin. Doğuş tarixini demək istəyir. Hə, gəldim əsini oradan çıxardanda belə ağlama, gətirdim meydana ağlama, əsi ağlama, gördüm əsi hönkü-hönkü ağlayır. Özü də başladı ağlamaya. Başladım ağlamaya. Göy təsəlli verir, özü də başladı ağlamaya. Mən ağlayam, əsi beni atan olmasa ağlama, deyirəm, əsi ağlama. Cəmaət də bizə baxır, özü tək ortada qalmış ya. Bir var qıraqda Meydanda qalmış. Meydanda bir də gözümü açdım gördüm, hamı bizə belə baxır, duygusal anlar yaşayır. Hamı da tanıyır özünü. Rabia da belə Hər kəsə mən diqqət elədim də, ora girəndə heç kim ağlayan yox idi. Yəni çıxanda ağlayırlar ki, sevincdən. Siz girəndə ağladınız, çıxanda isə heç kim ağlamadı. Mən üçün ağlayırdılar, Nadir. Sizin ağlayır. Yox, stolma üçün ağlayır. olmuşsan ümumiyyətlə. Söhbət Narkozdan keyləşmə gedir. o da nə üçün ağlayırdı? Məsələn, bu nadandır. Ən başlanıcı. Tək Atlanıb qoydunuz düşən, yoxsa necə? atlanıb düşən, oynayan, yəni biz heç vaxt nə bilim əsnad məsələn ayağı cipsiz oldu, 6 ay qucağından düşürtmədi. Rabia qızılcı oldu, balnisada yatdı, oyaq qaldı məndən məsələn orada qaldı, şeylə pes eləmədi. Amma nə bilim Məryəm xəstələndi, pes eləmədi. Yəni hər birimizin ən çətin vəziyyətində Ofeli yanımızda idi. Bilirəm, amma onun üçün çox çətin bir vəziyyət deyil ya, o xoşbəxt deyil. Kimdə də? Əslində necə deyim, ilk dəfə də deyər bəlkə də ola bilər də çətin, amma indi misal özü də görür, Nadir çox neçə çətin dənə bir şey. uşağın var? Neçə dəfə ana olmusan Nadir? Nadir'in maması bu Nadir'i getdi dünyaya gətirməyə, yox Turananı. Ha, biz də dedik ki, Jale gedir də dünya uşaq gətirməyə. Obşum biz məktəbə edirdik. Biz məktəbə getdik, gələndə gördüm Jale evi təmizləyir zad edir. Bu bani seyid deyək. O əməliyyatdan çıxmamışdı. Mən əməliyyata girmişəm, xatırlatmaq istəyirəm. Doğuş etmişdi də. Gördüm ki, Turanı beşikdə tərpədirlər, Jale evi təmizləyir. Dedim bu necə oldu? Güzel dedim uşaq evdəymiş bizim xəbərimiz yoxmuş. Yəni o Nadirgil elə öyrəşib də, mən onu demək istəyirəm. Elə görmək. Gördüyünüz yəni çox çətin deyil idi, ona görə deyirəm. İndi əməliyyatla falan bəlkə nə qədər deyil. Nadirdən var, nə qədər Turanadan var. Nə qədər şəhərdən Əməliyyatın pis tərəfi odur da, çıxandan sonra zülüm Elə çəkirsən. demək istəmədim, heç çətin bir şey deyil. Yəni dediyim yəni Nadir hazır ol, analar səni yorumlarda xışlayacaq. Anası yezədim başıma yazsın. açıqlaması Boş deyil, ver amma yazsın. pis bir şey yoxdur. Yəni demək istədiyim o idi ki, yəni özləsi bir şey deyil. Yenə sevinəcəkli bir şeydir. Sizin uşağınız olurdu. İndi səni də görəcəm də ata olanda. Hünərin var gözündən yaş gəlsin. Allahın da olsun biabır eləyərəm səni. Bu bərəkədən də olsun. Nadir çox arvad sevər. İstəyən də, ailə canlıdır. Ağlayacaq. Ağlayacaq Şəhriyar, baxarsan. Nadirin arvadı dünyaya uşaq gətirəndə Allahın adından da olsun. Orada palaz əskisi kimi sürünməsə yerlərdə. Əlində lollipop, bir anda peşmə. Allahın da olsun. Belə ən Çox qatılıram. Ən uqşu Kinder, Minder, belə uquruşkalar yığıb, o balaca Qatılıram. yığıb, gelib o balınsanın qapısında oturması mən Şəhriyar dörəm. Hələ uşaq dünyaya gələndən sonra uşaq məndəki kimi ana ilə atanı səhv salmayında da şübhəliyəm. Yəni mən bilirəm ki, o necə xarakterə malikdir. Ailə canlıdır. Arvadı olandan sonra ata-ananı yaddan çıxaran tiplərdəndir. Yəni bu arvad gördü hamını. Yəni arvad sevən olacaq. Bizimlə qalmış söhbəti bax buradadır. Yox, düzdür, o yaxşı bir şeydir ya. Əslində pis bir şeydir. Yaxşı Bilmirəm bir ana şeydir. atanı unutmaq lazımdır, amma əsasən də çöl həyatından üstün tutmalısan yoldaşım. Çöl həyatında nəyi nəzərdə tuturam? Dostdan, tanışdan, məsəl üçün avralanmaqdan zatdan gedib ailənlə vaxt keçirməlisən ki, ailə səndə tapsın bütün özəlliklər, gözəlliklər, bütün gəzintini, uşaqlar səndən qidalansın. Uşaqlar sabah nadan olurlar, hamısının gözü gəzməkdə zatda olursa, uşağı bir nəfər yoldan çıxaranda atasında olmayan bir şey üçün çıxarda bilməz. Yəni ata hər şey verməlidir ki, evlada.
uşaq üçün çöldə nəsə maraq axtarmamalıdır. Düzdür. Yəni tək atadan söhbət getmir, valideyndən ümumiyyətlə söhbət gedir. İndi bir dənə söz. Bizim evlənirəm. Onu öyrədim mənim balam. O Muradı Sən başını bağlayacağıq, mən inanıram. Öyrətdim, layiqincə yerinə yetirir. Həqiqətən Murad, mən İşlədi çox də. sevindim Muradın adından. Çünki əmlənin ən böyük arzusu idi Muradın ailə qurmayı, onun xoşbəxt olmayı və bu ilə Murad Toy eləyir. 360 dərəcə ailə canlıdır. Necə fırlanıbsa. Yəni qətiyyən çölbayır, hamısı mənim taktikalarım, hamı mənim texnikam. Özü Muradın başı mənim başım kimi eynən işləyir. Hə. Yəni çox şeydə eşit gedir. İndi də həmin proqramı yükləmişəm Nadirə. İndi Nadiri yükləyirəm. Nadir evləndirməyə Yəni hazırlaşır. xoşbəxt olmaq istəyənlər Şeydir, bura bir sən nəyə dönəcək bizim ev? Zuhal Topala dönəcək qırılmadan. Nihan, Evlənmək istəyən bizə gələcək. 3 dənə subayım var. Nihan, Nihatdan Nadir. ümidvi üzey aşkım. Ümid yox. O da qətiyyətlidir, ciddidir. İnşallah. Özü gələcək elçiliyə. Ailəsi Sabah də bizi xeyir. izləyir. Anası ilə bacısı deyib ki, sağ görərsiz ki, Nakuş bibi ilə Ofeliya qapıdadır. Hər kəsə salam. Biz gəldik. Nə bax? Qız Bir dənə gəlib deyib ki, mən mama bizə Nihat mənə yaxınlaşır. Anası dedim, nə inanırsan sən? Sonra görürəm Ofeliyanın ayda qapıdadılar, hər kəsə salam. de Qur'an olsun. Hey, anası elə deyib qızım. Ha, anası ilə Buradan elə. salamlar onda. Buradan Hər salam. kəsə salam. Yəni hər an ansızın qapınızda bitə biliriz. Nə bax? Özü elə gözəl yerdə yaşayırlar. Məkan nədir belə barmaqlıya qalırsan? Görsən məndən çox bilirsən. Ki bu məndən çox bilir də, qoymur mən danışım. Yo, o gün də Asan xidmətin qabağında deyir ki, Murad qoymur Nigarın adını çəkmək. Nigar başında şanla fırlanırdı. Yaxşı dayandırım. Hə, sizə bir dənə də söz deyim. Çox gözəl yerdə qalırlar. Özü ən çox xoşladığımız bir yerdə, oxuş. Demə hara olduğunu da. Gedib gəzdiyimiz Da, ağlayım. yerlərdir. Ha? Yox, bu Harda? tərəfdə. Duba. Şey, Yox, qalxıdır, gedirik meşəni gəzməyə, dağlıq yerə. hə. Çox gözəl bir cənnət bir güşədə yaşayırlar. Bəlkə oradan torpaq tapılır biz. Hə, qız deyib ki, prosta nə problem var ki, yəni birdən mənim atam tanımadığı adama mən inanmıram versin. Papa bizi tanış elədi, biz qoy televizorda bizə baxsın. Televizorda baxırlarsa yəqin ki görmüş olur. Ən azından 100% mənim qaqqıldamaqlarımı eşidib bir-iki dəfə. Nə yaxşı öz adını tapdın qaqqıldama. Nəysə, biz şeydən danışırdıq. Mən üçün ağlamağımızdan. Biraz da danışın da nə olar? Obşum ağladı. Şagirdə ürəyim ağladı, belə oldu. Səni bir ki, saçını oxşadım bir dəfə, özüm də kövrən. Gəldi daldan mənə belə elədi. Gördüm saqqalından bir damcı düşdü. Yox, ağlamadı. Nəysə, uzun sözün qısası, sənin bu gözəl mənə göstərdiyin nəvaziş qayğıya görə 2 il fasilə verirəm, bir də ana olacağam 2 ildən sonra. Siz görmürsünüz kim gəlir? Mən sabah xeyir demişəm, sən görmürsən. Sabah xeyir. Şəhriyar, mən xəbərdarlıq Mən edirəm ha. qızım, 2 ildən sonra bir dəfə də bunlar başıma gələcək. Allah eləməsin aşkım. Allah eləməsin. Xeyriyə danış. Xeyriyə danış. Qız olsun. Aha, Üstə oldu. birincidə məni bezdirirdilər oğlan. İndi ikincidə yapışıblar qız. Mən seçmirəm balam. Yıxımda naranc vermişəm. Nə? Yıxımda naranc O sən cansan, burada oldu. Suya danış. Səhər adam belə yox. Adam yox, gözümə dinən. Mən anamla niyə belə Yox eləyirsən? aşkım. Elnarə görmüşdü. Hər an yol uzaqdır, obursuz buzu. O da suya danışır. Xətadan baladan çaqqal var yolda, obursuz var. Pul verəcəm Hə, sizə. pul söhbəti gələndə qurban olum. Hə. Dilən. Pul verəcəm. Ay Allah. Dilən. Allah qurban olum. Ay Allah ya. Yıxımda qanlar cəsur. Bir ata, bir də sən maaşın verdin. Bir də maaşın verdin. Sən yuxunda Qalinvagen sürürdün, maşallah, inşallah. Bir də. Yo maşallah. 7'lik. 9'lik. Allah arzumu 7'lik versin. maşın nədir ölüm sən? Üstündə nə qədər stollar var? 9 tane da. Hə, 7 nəfər idi mən. 7 nəfər. 7'lik 9'luq ölərəm sən üçün.
Nəysə, yeməyinizi yiyin, nuş eləyin, zaptırkınızı eləyin. Məryəm hanı? Yaxşı, nuş olsun. Arkadaşlar, PlayStation gəlib. Qırğındır, qırğın. Pult davaları başladı. Biri deyir mən aşağıya baxa bilmirəm, çer oluram. Biri deyir mən yuxarıya baxa bilmirəm, çer oluram. Bədbəxtlə heç bir şey eləyəmirəm. Sənlə bir yerdə mənəmi əlimə pultu götürən kimi Zeyd ağlayır. Həqiqət sən oynamamısan sən. De Quran and olsun. Mən axşam yatırdım aşağıdan səs. Cəzər abi gəldi yemək yedi çıxdı. Sən də getdin yatmağa. Biz ikimiz toyuq kimi yatmışıq ki. Bunlar gecə qan eləyiblər. PlayStation'ın anasını ağladıblar, oynayıblar. Nadirlə Şəhriyar, Nadirlə Əsnad, Şəhriyarla Əsnad, Məryəmlə Əsnad. Bu biçim hamı bir-birinə takım dəyişdirib oynayıblar arkadaşlar. Hə, 4-5 dəfə Məryəm deyir əsi oynayıb. Sən neçə dəfə oynamısan? Mən də 4-5 dəfə. 4-5 dəfə Məryəm oynayıb. Səhər mən atanı Əsnadda sən alladırmış ki, 2 dəfə oynamışam. Səhər mən atanı 2-1 uddum. Əsnad, bu oyunu kim udsa, hansınız udsaz, mənlə o yarışsın. Tamam. Abi işte ben götürdüm ben pultumu götürdüm. Yukarıya bakıp bilmirəm. Gözüm kör olur. Niyə kör olur ki aşkım? Şöyle bilmirəm. Çed də. Dəyişdirin bir dənə. O götürmüşdü birinci o Aşkım pultu. indi mən birinci yerə keçmişəm, ona verin. O onsuz gec başladı oyuna küsmüşdü deyə. İndi bir də başlayarsınız. Məndə səndə ikinci yer yazılı baxda. Aşağıdakı mən. Hə, təzədən bir də başlayarsınız. Kim udsa o mənlə yarışır. Haydi. Hələ ki Məryəm udur bu oyunda. Onda gəl sənlə mən yarışaq. Bu ikisi oynadı. Gəl indi sənlə biz bu oyun qutarsın, biz ikimiz yarışaq görək kim udur. Neçə oyun udmusan Məryəmə Əsnad? 4 keçirəm. 3 oyun sən udmusan, bu axırıncını Məryəm udur, hə? Bir dənəni. Əsnaddır. Yenə sən udursan, yenə halal deyə sənə. Maşını qırağına da oluyor deyə. Ulam aşkım, ulam alım səncə. Şu Əsnadla Məryəm oynadı. Əsnad kazandı arkadaşlar. Neçə oyun kazandı? 4 oyun kazandı. İndi Rabia ilə Aşkım bu necə oynayırlar? Rabia ilə mən oynayırıq indi. Evet arkadaşlar, Rabia'nı xışladım oyunda, xışladım. Uduzdurdum Rabia'nı. Özdə yolu mən də bilmirdim arkadaşlar, Rabia da bilmirdi. Baxın, birinci yer. Görün də, görün, uddum. Heç də başa düşəməm. Yaxşı mərc eləmək olar bu oyundan, özüm ölüm, cəzalı mərc eləmək olar. İndi Əsladla mən oynayıram. Və Əsi ilə mən oynayım bir dənə, görüm kim udur. Əsi mən uda bilərəm, o yolu əzbərləyib. Bəli, yenə birinci yer Ofelia Aliyeva. Şöp. Bir onu ver mənə. Dayan, bir dəfə də yalvarım. Pult, ay Allah, pultum işləmir. Söhbətlərinə də girdilər. İndi həqiqətən olduz PlayStation oyunçuları. Arkadaşlar oynayır. Tamam gel. Bunu da utsam, Hə, utsam. sən başını oynatacaq. Yox, olmaz. Bəli. Mən sənə deməmişəm ki, başım oynayır. Buna baxın, sən dilim uzanıb ha. Başladıq arkadaşlar. Bu var ha, çox bilmiş uşaqdır. Götürüb pultları dəyişdirib. Pultları dəyişəndə maşın yeri də dəyişir axı. Baxıram ki, mən başqa cür sürürəm. Göydəki maşın başqa cür gedir. Sən demə götürüb pultu dəyişibmiş arkadaşlar. Mən burada heç belə deyildim quranda. Nə oldu? Nə oldu? Nadirlə Məryəm Əldana mənə pazlamışlar dolara. Nadirlə Məryəm. Uşaqlarına qışqırırsan. Nadirlə Məryəmi sən uduzmaq və nə adiyyatı var, sən oyun oynayırsan. Nadirlə Məryəmə nə fikir verirsən sən? Nəyə basın? Gör öpüm, bir dənə öpüm. Mən uduzanda belə eləm səndən, muşo, bir dənə. Utdum da amma Əsnad. Aşkım bas. Yenə? Sənlə. Bunlar məndən əl çəkmirlər. Qoy biraz oyaq qalsın yapıyor. Evet arkadaşlar, Rabia'nı da uddum. Yəni hamınız zəifimsiz. Səhər atanı da udmuşam arkadaşlar. Bir dənə Məryəmlə Nadirlə Nadir deyəndə Məryəmi göstərdim, Məryəm deyəndə Nadiri göstərdim. Bir dənə onlarla oynamamışam. Onu da axşam biraz da qoy əllərim, barmaqlarım güc yığsın arkadaşlar. Hamını bu evdəki hamını eləyəcəyimdir.
Sen onu da eğitmen lazım biliyorsun. Xeyr olay axı. Yatıb ki bu. Anneciğim, Məryəmin əlinin altında nöş yatmırdın. 7 bəla Məryəm. Nətər idi davamı? 100 qramlıq əslində. Yo, 7 bəla Məryəmin davamı. 7 bala Məryəm hər dərdimizə Hə, hər dərdimizə çarə. Qorxurdun aşkım. Yatıb da, çocuk yatıb da, yazıq. qışqırırdınız, düşünürdü, oyanırdı. Ölərəm sən üçün, qələt eləmişəm, bağışla. Deməli, dəyərli ailə fərdləri, PlayStation hamını kilitləyib bu otağa. Yemək hazırdır, kartof qızartması ilə toyuq qızartması kim yeyir? Kim yemir? Kim yeyir? Sən? Vallahi yemək adı çəkiləndə, evdir ki bizdə yeməyin adı çəkiləndə hamında sükut baş. Hə, Allahın olsun. Yəni heç kim yeməklə barışa bilmir. Yeməyi cəza deyə bilirlər. Elə bir ki biri Kim burger yeməyə getmək istəyir? Mən. Hə, acdılar, yeyərlər, amma ev yeməyi keçmir. Sən elə Yo, mən bu yeməyinə düşkün qız olmusan. düşkünəm, amma ev yeməyi bu dəqiqə. Əminə xanım da qurban olmalığa indiyəcəm. Əminə xanım da ət xaladenikdə çürüyərdi. Çöldən ya pizza deyərdi, ya lahmacun deyərdi. Çöl yeməklərinin üstünlüyü verərdi. Bir pizza satana qəşəng satmışdın, niyə pizzanı satdın? Qadınlar abi, onu qışqırırdı. Demək istəyir ki, pizza satana pizza zakaz eləmişdik. Gecikmişdik, səs atmışdıq ki, pizzamızı niyə gətirmişsiniz ananın telefonundan. Gəldim, gördüm xaladenikdə ətlər qalıb, ancaq Yiyəsi bilər dilini, söhbəti. amma qəşəng əlli işlər var. Yəni bişirəndə bişirdi, gözəl yeməklər bişirdi. Aşkım. Amma bunlar da ki, yəni elə böyüyüblər də, çöl yeməyinə düşün böyüyüblər. Aşkım, yəni məncə hamı elə deyə. Ev yeməyini hələm adam xoşlamır. Burger əti alıb, burger çörəyi də ala bilərsən, evdə də hazır eləyiblər sözlü olur. Ay Allah! Allah bunu bizim evə sürpriz göndərir. Nadir, gel kimi yemək bişmişdi də, özünü niyə zülmə saldın yenə? Bir dənə şey eləyək. Aşağıda birinci mərtəbədə kafe pört eləyək. Kafe port nədir? Kafeteriya eləyək. Bunun üçün dönər aparatı bir dənə qoyun. Özüm çox dadlı dönər eləyər, inanıram. Və onlaynda satış təşkil eləyim. Tək bizi doyuzdurmasın, cəmaət üçün də dağıtsın. Ya gül kimi canım qurtarmışım ki, yemək bişirməkdən. Bax, nə istəyirdin sən? Ala bilmirik. Bir var adam, məsələn adama deyəsən ki, kim görəsən bu günləri bilsin, yemək bişirər ya bilsin burger eləyər, həmin adam cırsın aradı. Amma Nadir deyir ki, yemək gətirmişik. Deyirəm, arada bir dənə burger çörək içinə əti qoyub, üstünə lavaşı vurub, olsun eləyib, eləmə olar. Ay sən şeytan. Onda axşama burger eləyərsən Nadir. Səni görüm arvadımın İspanlısında burger pişirərsən Nadir. Səni görüm qaynanamın qabağında dönər Şamı yıxma. Nadir. Səni görüm qaynatan Nadir oradadır aşkım. şarmı hazır eləyərsən Nadir. Şarmı eləyə bilirsən? Zəhrim var hazır. Şu an ürək partladı. Qaqqıldama, qaynatma. Oyaqdır. Oyaqdır, oyaq. Biri danışanda Arkadaşlar, uşağına görə heç kimə də evdə söz deyə bilmir qətiyyən. Yəni uşağına görə deyəndə ki, onun uşağı mənim də uşağımdır, bunların da bacısı, qardaşıdır, söz yox. Uşağımı niyə bacısı deyirsən? 3 dənə qız uşağı görən necə oğlan uşağı? Bayaq uşağı əzizdir belə qızım. Deyirəm dəlisən sən Aşkım oğlan deyir. öyrəşmişəm, özümdən sudur. Beyin psixologiya aldıra bilmir. Qaldıra bilmir. Uşağın psixologiyası uşağı qız yeritmir. Yaxşı, okulum. Mama uşağı. Okulum. Okulumdur mənim. Hə, aha. Qızışdı. Qızışmışam, gözlərimə qan gəlir. Ki bir damcı canı var. Özü boyda telefonu var. Neyin adı? Ata öz açıldı. Hə, o öz açılır. Yəni 3 hərflərə bağlamayın söhbəti. Hə. Yəni narahat olma. Kadın öyrənmişim. Yaxşı, məbə. İndi bir dənə söz soruşacaqdım mən sizdən. Nadir'in bişirdiyi kiftə qalıbdı. Qalıb o da. Hə, o qəşəng olmuşdu. Onu yemək lazımdır. Sən, mən, Nadir üçümüz indi çəkirik, yeyirik. Hazırsınız? Yanında da toyuqla kartof Soğuğu qızartması. mən yeyə bilmərəm. Mən kiftə istəyirəm, mən elə ondan istəyirəm. Hə, sənin üçün amma kartofla toyuq dabavka şey eləyəcəm. Onu da atqaz eləmir. Yəni iki yeməyə də evdə də ürəyi təmizdir.
Məni yedisən, val ürəyinlə bacarmaz yeyər məni. Siz qoyar mənsiz. Elə şey eləməyəsən Nadir. Yarım. Yox, ürəyi o qədər təmizdir dostlar. Çocuğum ağlayır, pauza. Ay Allah, ay Allah. Əşrəf əsəbləşib, Əşrəf çəkir. Siz hepiniz mən tək. Ay Allah. Ben var. Kim olubsanız soska yan Əşrəf. Uşağımla nə işin var hə? Nə demə? Yəni o necə böyüyər mənim qabağımda deyə özün belə yeriyə bilərdi. Necə belə yeriyə bilər. Ay kim olubsa, gəl sənə deyim, ata, bax, neçənci ildir? 2026. İnşallah buna 2035-də, 45-də, 55-də Baxanda mən olmayacağam. Baxanda mən burada olmasam mənim balam. Ata sənə demək istəyir ki, sən kim olubsan da, Zeyn. Kim olubsan? Atanın əlində soska yan oğlan olubsan. Yəni sən necə durub danışa bilərsən? Yəni necə mənim qabağımda yeriyə bilərsən? Sən Özanovun qabağında necə yeriyə bilirdin? Ons anama atsan deyirdim ki, ayna falan ki, sən mənim qarnımdan çıxırsan. Mən sənin... Sən mənim qarnımdan çıxmırsan. Sən mənim qarnımdan çıxırsan. Deyim, ayna bildin mi? Qarnımdan çıxmışam. Sənin mən güc vurub dünya atmışam. Ayna bağışlarla bir qələt də elədim. Uşağım ağlayır, yaxşı. Kardeşine bas koylar başında. Bir koy şey yığılsın. Əşrəfim məsələsi. Getdim yeməyə. Gəl, wow. Tabii bas. Ay öyle. Baxın hələ. Kenguru balaşı. Oturdu öz yerində. Hə, yerini aldı. Mən getdim yaxşı yemək gətirin. Yazıqdır. Evet arkadaşlar, eve oyun konsolu gələndən sonra bizim bəyguşduq. 2 nəfər qalmışıq burada. Hə, 3. Onlara da dinən gəlsinlər. Kaçın böyle. Hə, qoy. Onlara da dinən gəlsinlər, Məriş. Evet, şükür bir araya yığışa bildik arkadaşlar. Sen unuttun axırıncını. Ben 2 defa tuttum. Ondan 3 dəfə. Vay, qırğın evdə. Uşaqlar müsabiqə keçirdəcəyik. Bir dənə kəsaya cəzalar yığacağıq. Komandalara bölünəcəyik. Cəzalar şeylər yazsın izləyicilər. Yazın izləyicilər. Şeydir, PlayStation müsabiqəsi keçirdəcəyik evdə, yarışma eləyəcəyik. Uduzanlar cəzalandırılacaq. Cəzaları yazın yorumlarda, nə məsləhət görürsüz, fikirlərinizi Sen gözləyirəm. yandım öldün diyeyim ben geldim. Büyük kardeşimiz. Yeyiblər, içiblər, enerji yığıblar, yenə gəliblər bunun qabağına. Bu dəfə də döyüş oyunu oynayırlar arkadaşlar. İndi gəlin sizə bir şey göstərəcəm. Deməli, ay səhv yeri yandırdım, bir saniyə. Hələ işıqların yerini öyrənə bilməmişəm bu evdə arkadaşlar. Hə. Deməli, mənə göndərilən PR boxları çıxsaq, qızlarıma zada bu günə kimi nə bilim parfüm, paltar, nə bilim işte aksesuar, nə bilim toxuma kuklalar, zatlar çox maraqlı PR hədiyyələri gəlib, amma heç ağlımın ucundan keçməzdi ki, nə vaxtsa PR box alacağam və içindən pampers çıxacaq. Yəni əslində bu mənim PR boxum deyil. Bu gün bizə hədiyyə gəlib arkadaşlar, özü də Bakıdan gəlib. Deməli, Zeyd üçün bir ədəd pampers, daha sonra 2 dənə yeni doğulan uşaq üçün pampers arkadaşlar. Daha sonra belə körpə uşaqlar üçün detski yaş salfetka gəlib. Bu yola çıxanda zat eləyəndə nə boyda o yekə yaş salfetkaları hay-huy götür, nə bilim sumkanı doldur olmaması üçün məncə çox yaxşı fikirdir. Belə balaca uşaq üçün yaş salfetkaların olmağı. Mən elə bilirdim hamısı paçkovoy olur uşaq pampersi dəyişmək üçün yaş salfetkalar. Amma balacaları da olurmuş. Çox xoşuma gəldi bu. Yol çıxanda eləyəndə götürmək üçün məncə ideal bir şeydir. Burada əlavə olaraq xanımlar üçün də bir neçə məhsul göndəriblər. Onları ayırıram qırağa. Daha sonra bir dənə də belə bir pampers. Bir dənə də nəsə, bir də Zeyd üçün alt dəyişdirmə bezləri. Belə bir alt dəyişdirmə bezi içində 10 dənə var. Zeydin ilk PR boxudur arkadaşlar. İlk PR paketidir. Bu da burada xatirə qalsın
Anneciğim, sənə ilk gələn PR box bunlar olub. Bax, baxarsan gələcəkdə görərsən sənin üçün nələr göndəriblər. İndi işlədəcəm, işlətdikcə də fikirlərimi bildirəcəm. Əgər bəyənsəm, ola bilsin ki, elə bu pampersə keçdik həmişəlik. Vidi fasonu çox şirindir, yəni çox maraqlı bir görüntüsü var. Bu, belə. İndi bunu Instagramda da çəkəcəm, istəyənlər baxar orada. Bir də ki, qızlar, İnşallah gələn həftə, üzümüzə gələn həftə reklam çəkilişimiz var Bakıda. Bakıya gedəcəyik. Düzdür, Şəhriyar Zeyd üçün kaleska almışdı. Həm evin içində Zeydi gəzdirmək üçün əladır. Həm parkazada çıxardanda, nə bilim, harasa ayaqla gedəndə superdir. Amma maşında Zeydi oturtturmağa, misal üçün harasa gedəndə yatızdırmağa zada, yəni səbət kimi bir daşıma çantası lazım idi. Mən fikir edirdim ki, Bakıya o boyda yolu kalaskanın sumkası ilə nə boyda Zeydi mən necə aparacam? Çünki maşında Nadir, uşaqlar, mən, Şəhriyar, plus da Zeydin sumkası, yəni partlamaya qalardı da maşın. Ona görə bugün Zeyd üçün belə bir çanta aldıq. İndi sizə onu göstərəcəm. Sırf yəni əslində maşında yolculuk eləmək üçün almışıq, amma kafe restoranda zətdə oturanda eləyəndə də əslində yaxşı fikirdir. Misal üçün harasa qonaq gedəndə uşağı içində yatışdırmaq üçün də yaxşı fikirdir. Baxın, göstərim sizə bir saniyə. Baxın, belə bir çanta almışıq qızlar. Bunu istəsən çıxarda bilirsən, istəsən belə bağlaya bilirsən. Bu da bu şəkildə bura qədər bağlanır. Çox xoşuma gəldi, çox qəşəngdir. Şəhriyar getdi, özü tapdı, gəldi. İndi inşallah Bakıya gedəndə bununla gedəcəyik. Yeni bunu almışdım, istədim bunu da sizə göstərim. İnşallah gələn həftə Murad qardaşın toyudur. Deməli, uşaqlara Bakıdan toy paltarı seçməliyik, gedib toy paltarı almalıyıq. Reklam çəkilişimizi eləməliyik. Ondan sonra uşaqlarla Şəhriyar toya gedəcəklər. Bizim bir çox qohumlar Şəhriyar tərəfdən o toyda olacaqlar. Mən Zeydə görə gedə bilmirəm, evdə gözləyəcəm onları. Amma uşaqlarla Şəhriyar orada olacaqlar. Seçəcəyimiz paltarları və s. də sizə göstərəcəm. Uşaqlar toya nə geyiniblər, necə bəzəniblər, hamısını detaylı çəkəcəm. İndi videonu burada sonlandırıram. Bu videoda Şəhriyarın uşaqlara PlayStation sürprizi, Zeydə də body ilə çanta sürprizi olaraq yadda qaldı. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın. Maçi Gucci.